Deməli, burada uyğunluğu müəyyən edin deyir. Birinci söz saatlarla sözüdür, saatlarla sözü. İkincisi isə islanmaq. İndi baxaq. Sözdə yalnız keyfiyyət dəyişikliyi baş verir. Bu keyfiyyət dəyişikliyi ancaq islanmaq sözünə aiddir. Yəni, hərf səsinə dəyişilir. Ona görə 2-yə A yazırıq. B. Eyni cinsli samit qoşalığı var. Bu da islanmaq. Eyni cinsli deməli M samitləri olduğu üçün B də düşür 2-yə. C. Eyni cinsli sait qoşalığı var. Saatlarla sözündəki A düşdüyü üçün eyni cinsli sait qoşalığı yoxdur. İslanmaq sözündə də eyni cinsli sait qoşalığı yoxdur. Sonra, deməli, elə cavabımız C variantıdır. Heç birinə uyğun deyil. D variantı səs düşümü, səs artımı, həm də səs dəyişməsi var. D variantı 1-ə aiddir. A düşür saatlarla və L-yə keçir, bir dənə də N artırılır. D variantı 1-ə aiddir. E variantı kar cingiltli samit cütlüyü işlənib. Kar cingiltli saatlarla T-D işlənib. Y variantı da 1-ə aiddir. Deməli, bu testi mən çoxdan da fikirləşdirdim və bugün araşdırdım, tapdım cavabını. Deməli, burada cavab C variantı heç birinə uyğun deyil.